şəhid analarımız, sizləri, uzaqdan gələnlər, Şəkidən, Zəfətaladan, Sabirabaddan və digər yerlərdən, atalar, hər birinizi salamlayıram. Qarşınızda baş əyirəm. Şəhid bacısı var, şəhid yarları var, şəhidin amanatları var. Hər birini salamlayıram. Rəvan balamız haqqında çox şeylər danışmalar, yetərincə hər bir kəs danışdı. Bəli, Rəvan balamızın onun videolarına mən baxmışam, görmüşəm. Oxuduğu məktəbdə 10-cu sinifin buraxılışında, 11-in buraxılışında, digər kollektivlərlə, məclislərdə, işgüzarlığı ilə, onun gözəl rəqsi ilə, onun gözəl danışığı ilə, ləhcəsi ilə biz də Rəvan balamızdan qürur duyuruq, fəxr edirik. Şəfa bacıma, Asif qardaşımıza, Rəşad balamıza can sağlığı arzulayırıq, səbr edirik və bütün təbriklər hər kəs səslənildi, deyildi. Mən öncəliklə gələn bizim İsrail hökumətinin nümayəndələrini hər bir kəs salamlayıram və bizim burada dəyərli müəllimələrimiz iştirak edir. Bu müəllimələr o müəllimələr ki, başda Aybəniz müəllimə olmanı, biz müəllimə, hər birimiz ASAV haqqında, tək ASAV, bütün şəhidlər haqqında gözəl tədbirlər keçirirlər, sizcə tədbirləri. Hər bir kəs oraya dəvət edirlər, biz orada iştirak edirlər. Rəhbərlər heç vaxt bizi yaddan çıxarmırlar. Biz şəhid ailələrinə gəlirlər, baş çəkirlər. Yəni, onların da dəyərini, onların da unutmamaq olmaz, onlara da dəyər verməliyik. Müəllimələr o deməkdir, evdə ana, məktəbdə də müəllimə ki, uşaqlara aşlayırlar, örgədirlər. İndən belə də bizim müəllimələrimizə arzumuz, xahişimiz odur ki, heç vaxt şəhidlərimiz yaddan çıxmasın. İra, sizlərə müəllimələr, Almalıkənd müəllimələrinə, Almalıkənd cəmaatına, tədbir iştirakçılarına, bizim fidan balalarımıza, qızlarımıza, aparıcı siz hər birinizə çox sağ ol deyirəm. Asif atan adından, Şəfa bacının adından hər bir gələnlərə təşəkkür edirəm, çox sağ ol edirəm. Var olun, müəllimənin əziyyəti tanınmaz bir böyükdür. Çox sağ olun müəllimə.